Abşeron rayonu Mehtəbat qəsəbəsində 12 sotun içində tam şəraitdə, hər bir şərait super remontdur. Belə bir mənzilimiz satışa çıxıb. Sizi ilk öncə mənzilimizin həyəti ilə tanış eləyək. Həyətimizdə gözəl belə bir manqalımız var, kababxana. Həyətdə gözəl bisetkası, yay mətbəxi, bar verən müxtəlif cür meyvə ağacları. Yəni bu evdə yoxdur, söhbəti yoxdur. Ev boşa daşdan inşa olub. Bu da yay mətbəxidir. Hava, qazı, işığı, suyu, hər bir şəraiti var. Evi dörd bir tərəfinə, ətrafına fırlanmaq olur. Baxaq. 2 kondisioner. O da mənzildə qalır. 2 balqonu. Size evin həyəti ilə tanış edeyim. Baxın, baseynisi. Yayda istirahət üçün. Həyəti, bağı, yeraltı 12 tonluq yeraltı su baseynisi var. Bax, ora tüyoxçuca saxlama yeri. Bura baseynisi. Ev ara kəsmə. 1 ilə 2-nin ara kəsməsi monolit betondur. Monolit betondan inşa olunur. Velos. Evin 1 metr yarımda badvalı var. Hər iki tərəfdən də badvalı həyətinə düşməyə yeri var. Burada kombi sistemləri təchiz olunub, yığılıb. Bu evi həyətdə ayrı-ayrılıqda həm hamamı, həm sanitar qovşağı. Bağı, bağçası, burada tüyoxçuca saxlamağa yeri. İstirahət üçün, alıb yaşamaq üçün əsl bağ evi axtaranlar bizə müraciət edə bilər. Ev sənəddə 10 sotdur, amma ümumilikdə 12 sotun içindədir. Tək bir dənə bu baseyniyə düzəlməyinə, bax, o da piləkəni çıxardıb qoyublar qırağa təmizləmək üçün, yaya hazırlıq. Tək bir dənə bu baseyniyə 24.000 manat pulu qoyulur. Baxın. Keçək sizi mənzilimlə tanış edeyim. Mənzilin girişi. Burada sol tərəfdən 2-ci mərtəbəyə çıxışıdır. Mənzilə daxil olandan sonra belə böyük bir zalı, zalın içində belə bir gözəl mətbəxi,
Kuxna mebelləri qiyməti hamısı da daxildir. Nəzərinizə çatdıraq. Bir dənə o ağ divandan başqa nə görürsünüz də bir də bu televizorda. Hamısı məbləğdə, mənzildə qalır. Məbləğin içindədir. Keçdik zaldan bu üzə. Belə bir yataq otağı. Kondisioner zat hamısı məbləğə daxildir. Bu bir yataq otağıdır. Bu ikinci yataq otağı. Aşağıda iki yataq otağı, bir zal. Keçirik. Jacuzzi. Birinci mərtəbə sanitar qovşağı. Yəni hamamı. Sizin o biri sanitar qovşağı ilə təqdim edeyim. Bu birinci mərtəbəsində əlavə bir dənə də sanitar qovşağı. Burada içə əlavə bir yataq otağı. Qalxaq ikinci mərtəbəyə. Burada belə bir gözəl qardırofu var pilləkənin altında. Yəni nə istəsəniz əlavə yığa bilərsiniz. İkinci mərtəbəyə qalxırıq. Bayaq dediyim kimi, təqdim elədiyim kimi monolit betondur. Birlə ikin kəsişməsi. Burada belə bir ikinci mərtəbənin sanitar qovşağı. Pilləkəndən qalxan kimi. Burada nə görürsünüz hamısı məbləğə daxildir. Orada ikinci mərtəbə sanitar qovşağıdır. Keçək zala. Zalı ikinci mərtəbənin də mətbəxi ilə sizi tanış edəcəm. Bu da ikinci mərtəbənin mətbəxi. Kuxna mebeli, xaladeniki, içmək yeri. Görə açılırsa sırf eyvanla da balqonla da tanış edək həyəti. Bu yana açılan balqonu həyəti. Zaldan keçirik. Əlavə belə bir ikinci mərtəbə yataq otağına nəzərinizə çatdıraq istilik sistemi kombidir. Və kondisionerlər də hər iki mərtəbədə kondisioneri var. Birinci, ikinci mərtəbədə onlar da mənzildə qalır. Burada da nə görürsünüz? Mənzildə qalır. Burada Detskiyanın uşaq otağıdır. İkinci mərtəbənin yataq otağı. Keçək ikinci mərtəbənin sanitar qovşağı ilə, hamamı ilə sizi tanış edək. Burada da ikinci mərtəbədə ikinci sanitar qovşağı, hamam. Bu da ikinci mərtəbənin o biri tərəfdən olan balqonu. Qapı bağlıdır deyə tam görsədə bilmirəm.
evə söz yoxdur. Çox əşyalar da məbləğə daxildir. Start qiymət 355 mindən satışa çıxır. Reallıqda alan olsa endirim olunacaq.